Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə yerküqü salatının reseptini paylaşıram. 4 ədəd yerküqünü rəndədən keçirirəm. 30 qram qozu xırda-xırda doğrayıram. Yarım dəstə keşnişi xırda-xırda doğrayıram. Hazırladığım ərzaqları qaba əlavə edirəm. Üzərinə 2 xörək qaşığı zirinc, zövqə görə duz, 3 xörək qaşığı zeytun yağı əlavə edib qarışdırıram. Zirinci salata əlavə etmədən öncə 1 saat suda saxlayıb, sonra kağız dəsmal üzərində qurudub salata əlavə edirəm. Hazırlanması asan, dadlı və faydalı salat reseptidir. Videonu bəyəndinizsə kanalıma abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm.